Salam. Bugünkü videoda biz izah edirik so do I and neither do I qaydasını. Bunlar ümumi olaraq nə deməkdir? Da, həmçinin deməkdir. Məsəl üçün deyirsiniz, mən də mənasında me too deyə bilirsiniz və yaxud da ki me as well deyirsiniz və yaxud da ki me also deyirsiniz. Elə düşünün ki, so do I and neither do I da həmçinin deməkdir. Ancaq daha akademik formada. Bunlar da çox da akademik deyil. Okay? Bu formada. Bəs yaxşı, biz bunların strukturunu necə quracaq? Həmişə so do I, neither do I desək, zaten qaydamızın adını elə qoyuruq, düzdür. Amma hər daim biz so do I variantını, neither do I seçmirik. Həmişə bu cür verilmir, müxtəlif variantlarda verilir. Bəs bunun düsturu necədir? Onu yazaq. So və yaxud da ki neither veriləcəkdir. Sonra köməkçi feil veriləcək. Köməkçi feil nə deməkdir? Köməkçi feil da ola bilər, modal da ola bilər. Köməkçi feil nədir? To do ola bilər, to be ola bilər. To be nə bilirsə də bütün videolarımda danışıram. Əmizar. Əmizarın və digərlərinin ətraflı izahları da var. Bir gün bəlkə onlar haqqında daha da ətraflı video çəkərəm. Was, were, shall, will bu formada. Qısaca desək, köməkçi feil bu deməkdir. Yəni bu formatda olacaqdır. Subject-dəki mübtəda deməkdir. SVO qaydasını izah etmişəm. Writing videolarımın part 1-də onu yerləşdirirəm. Bu videonun açıqlama hissəsində maraqlı olsa gedib ona da baxa bilərsiniz. Yazma sıfırdan öyrətmişəm orada da. Yəni bax bu formada. İndi siz də mənə sual verirsiniz ki, bəs yaxşı deyirsən ki, so olur, bir də ki neither olur. Bəs biz nə bilək nə zaman so, nə zaman neither olur? Oradan biləcəksən ki, sənə bir dənə cümlə veriləcəkdir. Sən onun cümlənin də altında ya so ya da ki neither-lı verəcəksən. Əgər ki sənə verilən cümlə müsbətdədirsə so seçəcəksən, yox əgər ki sənin üçün burada verilmiş cümlə mənfidədirsə, o zaman sən neither seçəcəksən. Bu qədər sadə. Mənfidə deyəni, yəni inkarda olanda neither, təsdiqdə olanda so verəcəksən. Birazdan testlərin üzərində çox yaxşı şəkildə izah edəcəm. Daha da yaxşı formatda sən bunları biləcəksən. Ümumi olaraq bu qaydanı yaxşı bilmək üçün modalları da yaxşı bilməlisiniz, zamanları da yaxşı bilməlisiniz ki, görən kimi tuta biləsiniz. Deməli, sizə verilən cümlə olacaq. Yəni, birazdan dediyim kimi test üstündə göstərəcəm sizə. Əgər sizə cümlə to be-də verilibsə, siz də to be axtaracaqsınız. Yəni, nə demək istəyirəm? Burada deyirəm ki, köməkçi feil gəlməlidir. Bu köməkçi feilin yerində dedim axı ki, həmişə do olmayacaq. Həmişə so do I, neither do I da sizdə aynı olmuşdu ki, həmişə elə olmur. Şablon olaraq adını belə qoyuruq. Ki, burada köməkçi feilimizin yerində həmişə do olmur. Bəs biz onun yerinə nə bilək, nə qoyacaq? Is olsa, verilən cümlədə to be olsa, to be nə idi? Am, is, are və yaxud da keçmişdə was, were olsa, gələcəkdə də shall-dən, will-dən olsa, zamanı dəyişə bilmirsən bu arada. Hansı verilsə, burada da ondan cavab verəcəksən. Deməli, nə öyrəndik? Müsbətdə olanda so-nu seçirik, mənfidə olanda neither seçirik, to be verilsə cümləmizə to be də seçilir. Əgər modal verilsə, sən yenə də modal seçəcəksən, modal verb verməlisən. Əgər present simple-da olan verb olsa, do does-la verəcəksən. Yəni, burada nə deməkdir əslində uşaqlar? Buranın məntiqi nədir? Sən to be ilə sual verirəm. Deyirəm ki, məsələn, are you a teacher? Sən müəllimsənmi? Sən buna cavab verəndə deyirsən ki, yes, I am. Yes, I am a teacher. Uzun formada cavab verək dedim. Yes, I am deməyi hamı bilir. Mən müəlliməm və yaxud da ki, deyirsən ki, no, I am not a teacher. Və yaxud da ki, mən bir müəllim deyiləm. Yəni, are-la, yəni to be-lə cavab verəndə, to be-lə cavab veririk, elə. Yəni, məqsəd odur, uşaqlar. Modalla da sual verəndə modalla cavab verirsinizsə, present simple verb olsun. Məsələn, deyirəm ki, I eat. Mən yeyirəm. İndi sən buna sual verəndə deyirsən ki, do you eat? Sən yeyirsənmi? Sən yeyirsənmi? Bu formada. Və yaxud da ki, bəlkə özümə soruşacağım. Do I eat? Mən yeyirəmmi? Bu formada. Şaşdınız? Yəni, burada eat gördüysə, siz bunun sualını necə qurursunuz? Hərəkət olanda, hərəkətin sualı to do ilə qurulur. Və bu present simple-dadırsa to do-dur. Yox, əgər ki, past simple olsa did olur. Yəni, sualını və inkarda nə ilə qurursunuzsa, verilən feildimi, sözümü, köməkçi feildimi, bax, elə özündən də verirsiniz cavabı. Əgər perfect zaman forması olsa, have, has, had olacaq. Yəni, bu necədir? Məsələn, sual verirəm, yazıram ki, yaxşı, aynen deməyək, yaxşı, Nazila has written her tasks. Nazilə öz tasklarını yazıb. Bax, görsən, burada has written verilib. Bu arada, zamanlarda mən izah etmişəm çox yaxşı formada. Məsələn, bəzi tələbələrdə sual yaranır ki, keçmiş sadə ilə perfectlərin fərqi nədir və s. və axır. Məsələn, Nazila has written her task, öz tapşırıqlarını yazıb və yaxud da ki, Nazila wrote desəydim nə kimi fərqi olacaqdı? Bax, bunun cavabını tapmaq üçün mənim
zamanlar part 1 videoma gedib baxmalısınız. Part 1, part 2, 3 dənə videom var zamanlar üçün. Bir də mix testlərdən seçmə testləri izah etmişəm. Onların da hər birini gedib izləyə bilərsiniz. Açıqlama hissəsində qeyd edərəm onları da. Bu formada. Sən belə quranda, sual verəndə necə sual versən ki, Nazilə tapşırıqları yazıb, nə edirsən? Has-ı keçirdirsən, subjectin qabağına yazıb. Yəni deyirsən ki, has Nazila written her tasks olsun, artıq ki, task olsun, fərqi yoxdur. Cəmdə versəm, tasks verirəm. Bu formada. Başa düşdün? Yəni görsən, mən burada perfect verəndə sualını da perfect-nə verirəm. İnkar versəm, Nazila hasn't written deyəcəkdim. Yəni özü ilə qurdum. Does və s. heç nə qəbul etmədim. Və görsən, digərlərində bayaqları qəbul etdim, amma bunu da etmədim. Ona görə də eləcə də variantda da so-dan və neither-dan sonra da have, has, had axtaracaqsan. Tamam. Bu formada. Все, qutardı, getdi. Yox, əgər ki, sənin üçün burada bəlkə perfect zaman formatı deyil, have, has verilib, amma perfect zaman formatı deyil. Yəni, modal şəklində verilibdir. Bax, artıqsa modallarda bunu bilməlisən ki, görən kimi seçə biləsən. Yəni, məsələn, deyirsən ki, I have to write. Mən yazmalıyam. Elə. O zaman sən bunun sualının inkarını quranda do, does-da istifadə etməlisən. Keçmişdə olsa I had to, malı idim mənasında olsa, o zaman necə olacaqdı? Təbii ki də didlə sual verəcəksən. Bunun hamısını modala izah etmişəm. Modalın da linkini yerləşdirərəm açıqlama hissəsində. Sonra deyirsən ki, do you have to? Bu arada buradakı have to-nu parçalamaq olmur heç bir zaman. Hər birini çox xırdalana kimi izah etmişəm. Bax, burada do ilə quruq deyənə sualına inkarını qursaq, deyərik ki, I don't have to write. Bax, bu formada. Yəni, sualın inkarını ilə qursansa, onunla da cavab verəcəksən. Bax, burada deyim ki, modalla cavab yazıbsan, modalla da cavab verməlisən. Məsələn, deyirsən ki, I can write. Hamısını write-nə verdim. Mən yaza bilirəm. Deməli, sən can axtaracaqsın digər cümlədə də, so-lu və neither-lı cümlədə. Tamam mı? Amma görsən, have to da modalda. Amma bunu biz demişik ki, modallarda ki, bunun sualın inkarı do, does-dan düzəlir. Deməli, sən so-lu və neither-lı cümlədə, verilən cümlədə, yəni əgər ki, have to verilsə, sən so-lu, neither-lı cümlədə həmçinin axtaracaqsan, do, does da axtaracaqsan. Bu qədər sadə bir şeydir, yəni. Bir də yadında saxlamalısan ki, müsbət cümlələrdə hər daim so, to, also istifadə ediləcəkdir. Bunlar mənfi cümlədə istifadə edilməz, yəni ki, təsdiq cümlədə. Pozitiv cümlədə so, to, also istifadə ediləcək. Amma inkar cümlədə, yəni negativ cümlədə, mənfi cümlədə either və neither istifadə ediləcəkdir. Bu qədər sadə. Bunların özləri zaten inkar bildirdikləri üçün bunların özləri deyəndə sadəcə olaraq neither mənfi məna daşıdığı üçün zaten biz bunu həm də pronoun dərsimizdə də demişik. Onları da çox yaxşı formatda izah etmişəm. İzah edən kimi testlərinə də gedib baxmış orada. O videoma da gedib baxa bilərsiniz. Neither-ın özü mənfi mənalıdır deyənə ikinci mənfi olmaz. Niyə? Çünki mənfini vuracaq mənfiyə, bu da eləyəcəkdir müsbət. Ona görə də belə bir şey olmamalıdır. Tamam mı? Neither mənfi məna daşıdığı üçün ikinci bir dənə də mənfi olmaz. Either olan cümlədə isə either-ı biz həm də izah edirik adverb-də. Adverb-ı hələ izah etməmişəm. İzah edəndə baxarız sonra da. Mənfi cümlədə istifadə edilir. Yəni, hökmən either olan cümlədə mənfi olmalıdır. Neither-ın özü mənfidir deyənə ikinci mənfi olmaz. Amma either olan cümlədə mütləq not olmalıdır. Don't olsun, not olsun, no olsun, yəni nə tərsə olsun, either olmalıdır. Tamam mı? Bu formada. Bir də ki, either cümlənin əvvəlində gələ bilmir. Hər daim cümlənin sonunda gələcək. Cümlə sonunda. Bu arada buradakı yazdığım PDF-i kimsə əldə etmək istəsə, mən bunun hər birini, bütün videolarımdakı hamısını çalışıram atam Telegrama, gedib oradan əldə edə bilərsiniz. Mən az öncə nə dedim sizə? Dedim ki, neither-ın özü mənfi məna daşıdığı üçün bir dəfə də mənfi olmaz. Bəs belə sözlər başqa hansı sözlərdir? Gəl onların hər birini sənin üçün yazaq. Bunları da mən əslində vurgulamışam pronoun videomuzda. Never, no, sonra no longer, no more, daha sonra hardly, scarcely versə buludur. Aha, bax bunun hər biri verilibdir. Bunun hamısını keçmişəm pronounlarda. Neither verilsə bu formada. Yəni ikinci bir mənfi olmaz. Zaten özü cümlənin mənfini göstərir. İzah edə bildimmi? Bu formada. Qutardı, getdi. Bir də sizə nə demək istəyirəm? Batı ilə olanda, batı bilirsiniz ki, ziddiyyət təşkil etməlidir. Belə bir şey sizə göstərim uşaqlar. Bir tərəfi müsbət, bir tərəfi mənfi olmalıdır. Müsbət olsa mənfi olmalıdır. Yəni bax bu formatda olmalıdır. Amma hər daim belə olmur. Mənasını da daşıya da bilir. Məsəl üçün deyirəm ki, I am, ayda bu necə mıdır? I am Azərbaycani
But I live in Russia. Yəni mən Azərbaycanlıyam, amma mən Rusiyada yaşayıram. Düzdür? İndi uşaqlar, bir dənə buna baxın. Cümlənin heç bir tərəfində mənfi görmürsünüz. Not yoxdur. Burada not olub, burada not olmamaq məsələsi yoxdur. Bir tərəf müsbət, tərəf mənfi olmalı deyirik axı. Uşaqlar, hər daim elə olmur. Mənaya da baxın, yaxşı? Yəni necə verəcəkdir sizə? Sizə bir verilən cümlə olacaq, birazdan görəcəyik. But gördüyünüzsə, demək burada müsbətdirsə, batdan sonraki isə mənfi də seçməlisən. Mənfidədirsə, müsbət də seçməlisən. Birazdan göstərəcəm. Hələlik gedək indi testlərə bir baxmağa. Öyrəndiklərimizi onsuz bir tətbiq edib daha da başa düşək. Belə hər iki tərəfdə də açdım ki, kimə nə formatda uyğun olsa, formada da baxsın. Amma tövsiyə edirəm ki, birincisi yazasınız bunları dəftərinizə. Deməli, burada gəlin biri 3-ə baxaq. 3-də görürük ki, cümləmiz nədədir? Mənfidədir. Cümləmiz burada nə oldu? Mənfidə olmuş oldu. Deməli, sövləri axtara bilmərəm. Çünki niyə? Az öncə dedim axı ki, sövdə müsbət cümlədə olur. Amma neither mənfi cümlədə istifadə edilir. Tamam, digərləri, okey. Bir dənə də qayda dedim. To, so, to, also. Həmin o cümlədə istifadə edilir ki, həmin o cümlə müsbətdə olsun. Axı, burada mənfidə istifadə edilib. O zaman mən bunları çıxmalıyam. To ilə inkarı yan-yana qoya bilmərəm. Either olan cümlədə isə nə dedim az öncə? Dedim ki, o hökmən inkar cümlədə, yəni either olan cümlədə mən not axtarmalıyam. Ona görə də bu couldn't deyil deyəni bunu da çıxıram. Qaldı D variantı. D variantı həqiqətən doğrudur. Mənfidə deyəni mən burada neither verirəm. Başqa bir inkar qoya bilmərəm deyəni burada could verib də couldn't verə bilməzdi və burada da subject demişdim bayaqları. Ümumi struktur necə dedim? Elə burada yazmışam da, bir dəfə də yazmayım. Bax, burada yazmışam. So və neither üstünə gəlsin köməkçi fe'l, sonra da subject olmalıdır. Bax, hər şeyimi də ödəyibdir. Yəni burada bir problema yoxdur. Tamamilə doğrudur. Sonra məsələn 4-ə gəlin bir baxaq. Burada hasn't got deyir. Yəni ki, biz bayaqlar dedim, either cümlənin əvvəlinə keçilə bilməz və həm də either burada mənfi cümlədə istifadə edilməyib. Hökmən mənfi olmalıdır. Cümlə mənfidədir deyənə mən burada so deyə bilmərəm. Sonra Y variantında subjecti gətirib bura qoyub. Axı, mən bayaqlar struktura baxın bir dənə uşaqlar. Görün, mən struktura necə demişəm. Qoyun belə balacalaşdırım, rahat görəsiniz. Baxın, mən burada necə demişəm? Demişəm ki, so və neither üstünə gəlsin. Nə qədər yazdım üstünə? Yazma qarındaş. Köməkçi fe'l olmalıdır, sonra subject olmalıdır. Gör, sizə nə edibdir? Mübtədanı, yəni subjecti görün gətirib hara qoyubdur. Belə bir şey ola bilərmi? Ola bilməz. Sonra burada B variantına baxın. To olan cümlədə mənfi istifadə edib. Axı dedim. Bayaqlar nə dedim? So, to, also olan cümlədə mənfi olmaz dedim. B variantı da getdi. Cümləmiz mənfidədir deyənə neither verilibdir. Hasn't got. Bax, bunun izahını bilirsiniz mən harada vermişəm. Bir interrogative sentences cümlələri izah edəndə, sual cümlələrini izah edəndə, orada axır dəqiqələri səhv etmirəmsə təsadüf edibdir. Çünki ən axırıncı testdə bir test var, orada izah etmişəm. Bir də ki, negative sentences, həmin o cümləmdə də bu has got-dan have got-un fərqini izah etmişəm. Məsələn, bəzi hissələr var ki, have I got deyirsiniz. Bəzi cümlələr var ki, do, məsələn, yaxşı, do I got olmasın, have you got olsun. Do you have? Bu nəyə görə bax bu cürdür və biz bunu nə bilək ki, hansı formada deməliyik? Bax, bunu mən izahını çox yaxşı formada həmin o videolarda demişəm. Bir harda interrogative sentencesin axırıncı cümlələr, axırıncı dəqiqələrində olmalıdır. Bir də negative sentencedə də orada mütləq izah etmişəm bunu da. Yəni biz burada hasn't got deyəndə hökmən biz burada nə istifadə etməliyik? Has-i götürməliyik. Do, does, did yox. Yaxşı? Bu formada. Sonra və burada oldu nə mənfidə deyən neither oldu və görürsünüz köməkçi fe'l olaraq da have veribdir. Mübtədamız da eyni ilə. Bu arada uşaqlar heç bir zaman mən diqqətlə qulaq asın. Siz mübtədaya baxmırsınız burada. Bayaqlar nə dedim? Dedim ki, bu qaydanın mənası məndə, filan kəsdə deməkdir. Sən nə bilirsən ki, məsələn belə bir cümlə verir. Deyir ki, yenə bu 4-ə gəbə baxa, deyir ki, Anne hasn't got any information about it. Yəni ki, Anne'ın bu haqda heç bir informasiyası yoxdur. Elə? Bu da deyir ki, mənim də məlumatım yoxdur. Bəlkə bu demir. Demək istəyir ki, neither has Nəcibə. Nəcibən də heç bir məlumat yoxdur. Bəlkə mən deyiləm Nəcibədir. Bəlkə burada I deyil Nəcibədir. Yəni sən burada kimin məndə dediyini bilə bilməzsən. Ona görə də subjectə baxmırsan. Bilsən nə zaman baxacaqsan? Məsələn, sən burada neither have I yox, has I verəndə sən buna ilişəcəksən. Yəni sən deyəcəksən ki, I-da axı have olur, has olmur. Buna da mənə vermirsən. Başa düşdün? Yəni məntiq burada bu idi. Aha, bax biz burada to be hissəsini izah etdim, modalı da izah etdim. Sonra present perfect deyil,
Orada başqasını izah etdim. Tamam, bir dənə gəlin bir buna baxaq. Burada zamanlar hissəsini bunu izah etmiş ola. Deyir ki, Ted knows English. Zaten uşaqlar, ümumi olaraq yadınızda saxlayın. Siz imtahanda iştirak edəndə həm də sizin vaxtınızdan da ölçürlər. Yəni ki, siz sürətli işləyirsinizmi ya yox. Ona görə də sınaq işləyəndə hər daim variantlara baxsınız ki, birincisi məndən nə istəyir. Aha, so do I, neither do I. İşte bu qaydanı istifadə edəcəm. Bu qaydanı istifadə edirsənsə, tez sən baxmalısan burada, tez xəbərə baxsın. Ayrıca oxuma, sən vaxtına aparacaqdır. Görürsən ki, müsbətdədir. Neither ola bilməz. Söz to ilə də mənfi bir yerdə ola bilməz. Neither də burada ola bilməz. Qutardı, getdi. Am I qaldı, bir də so do I qaldı. Fikir ver. Ted knows veribdir bizim üçün burada. Knows. Sonunda s var. Teddir. Teddəki he-dir də. İndi kişi cinsinə he, she, it-də present simple-da s əlavə etmirsənmi? Bunda zamanlarda hər birini xırdalığına kimi izah etmişəm. Deməli, burada biz bunun sualının inkarını ilə qururuq. Düvdasından qururuq. Bəli, afərin. Ona görə də burada olacaqdır. B. To be istifadə etməyəcəksən. Bu nə zaman to be istifadə edilir? Nə zaman to do istifadə edilir? Mən onu əslində zamanlar videomun part 1-də yenə də izah etmişəm. Gedib yenə o videoma mütləq baxarsınız. Yaxşı? Bu formada. Məsələn, ona bax, burada artıq to be istifadə edilibdir. Bu subjectdir, bu verbdir, bu da odur. Aha, verb hissəsində is istifadə edilib. Cümlə müsbətdədir. Həmçinin müsbətdə olduğuna görə bunu açıram. To ilə də mənfi olmaz. Da yazberədiz. So, to, also olanda müsbət cümlədə istifadə edilməlidir. Amma yox, əgər ki, either and neither olsa, mənfi cümlələr üçündür. Neither-ın özündə bir dənə də mənfi olmaz, amma either olan cümlədə hökmən mənfi olmalıdır bu formada. So, yəni burada görsən, to do olmayacaq. To be desə, əmnə də cavab veririm. Yox, qutardı, getdi. To be ilə. Bu qədər. Aha, 74-də baxırıq. Buradakı məsələni həll edə bilmək üçün bir məsələ bilməlisən sən. Burada görsən ki, never var və cut var. Never olan cümlədə heç vaxt deməkdir. Heç vaxt deyəndə zaten heç vaxt eləmir deməkdir də. Yəni mənfilik daşıyır da elə. Ona görə də never olan cümləni biz mənfi kimi qəbul edirik. Yəni burada so istifadə edə bilmərik. To zaten olmayacaqdır. İkinci bir məsələ də var ki, mənfi istifadə edilibdir. Mənfi cümlədə yox, müsbət cümlədə olmalıdır. Bunu da çıxdım. Digərləri isə doğrudur. İndi bir dənə baxın uşaqlar. Burada verib Pamela. Pamela adam adıdır. Adam adı olanda, yəni bu ya he-dir, ya da ki she-dir də, elə, ya qadın ya da kişidir. O zaman present simple olsaydı, bunun sonuna s əlavə olunardı. S əlavə olmayıb, standart halda qalıb. Deməli, bu nəymiş? Bu keçmiş zamanıymış. Çünki keçmiş zamanda, məsələn, diddir də, elə, did olanda hamısına aid olur. Və yaxud da ki, get olur nə? Got olur. Hamısında got olur. Məsələn, it olur nə? Ate olur. Təbii ki, fe'lin birinci formasını, fe'lin birinci, ikinci, üçüncü forması, onu da zamanlarda izah etmişəm. Gelin bir baxın. Fe'lin üçüncü formasında da itin olur burada təbii ki də. Fe'lin üçüncü forması perfektlərdə istifadə edilir bu. Üçüncü format. Deməli, burada məsələ nədir? Cəmaət, millət, əziz izləyicilər. Burada ait verilib. Yəni, hər biri üçün eyni olur. Yaxşı? Yəni, məsələn, did veribsə bizim üçün, yəni bu keçmiş zamanlısı standart olur. İndi burada standart halında qalıbsa, yəni cuts olmayıb da. Əgər Pamela cuts olsaydı, present simple olacaqdı. Demək, bu nəymiş? Past simple imiş. Past simple olduğu üçün mən burada does istifadə etməyəcəm. Çünki bu nəymiş? Deməli, indiki zaman formatıdır. Kat kimi olan digər fe'lərdə deyəcəm. Belə fe'lərə amor fe'lər deyirlər. İndi o birlər də hansılardır? Onlar da deyəcəm ki, bu qrupa aid olan fe'lər hansılardır. Sonra bizim üçün burada nə var? Görürük to var. To axı neither-ından gəlməz. Deyərsən ki, mənim burada da did var, burada da did var da. Past simple verb versə, bilirik ki, orada biz did istifadə etməyəcək. Çünki sualın inkarı zaten ondan qurulur. Aha, burada bu istifadə edilməyəcəkdir. Çünki neither özü mənfi bilir axı, baxlar dedim. So-daki müsbət cümlədə istifadə edilir axı. B variantı olacaqdır burada. Neither, niyə? Çünki never var burada. Never mənfilik qatdı. Neither axtardıq. Hə, biz burada nə qoymalıyıq? Köməkçi fe'l qoymalıyıq. Köməkçi fe'limizdə nə oldu? Did oldu. Subjectdəki indi özü verib. Bu qədər. İzah edə bildim. İndi ki, bəs öyrənək ki, kat kimi olan fe'lər hansılardır? Bax, bu fe'llərdir. Bunlar haqqında lap geniş danışdığımı görmək istəyirsənsə, sən getməlisən mənim zamanlar videoma baxmalısın. Açıqlama hissəsində qeyd edəcəm onu. Yaxşı? Bu formada. Bu hissəni izah edib, perfectdə isə izah etməmişəm. Gəlbilən perfectlə də baxaq. Bax, bizim üçün necə verilibdir? Nə dedim? Dedim ki, birinci fe'lə baxacaqsan. Has made. Digər hissələrdə baxıram ki, buradakı sehirli sözlərimiz yoxdur. Burada sehirli sözlərimizdən heç birisi yoxdur. Deməli, cümləmiz nədir? Müsbətdədir. Müsbətdə isə burada neither olmayacaqdır. Either isə mənfi cümlədə I haven't made olsaydı olardı ki, zaten o da olmayacaq. Çünki müsbətdirsə mən müsbət axtarmalıyam. Amma bizim üçün burada so verib əla müsbətdir. Biz bilirik ki, perfect'in
sualı və inkarı. Mən bunu hardan bildim perfectdir? Çünki has'dən, have-dən sonra feilin 3-cü forması gələndə bu perfectdir deməkdir. Yaxşı? Yox, nə zaman ki bir də had var. Had'dan sonra feilin 3-cü forması gəlir. Bunlar oldusa present perfect ki past perfect fərqi yoxdur. Əgər o cür oldusa, deməli bu sualın inkarı have, has, had-lə qurulur deyən uşaqlar. Ona görə siz have, has, had axtarırsınız. Yəni burada perfect olanda nə edirik? Has götürürük, have götürürük. İndi burada had olsaydı had götürəcəkdik bu formada. Oldu nə? D variantı. Yox, əgər nə zaman ki has'dən, have-dən və had-dən sonra feilin 3-cü forması yoxdur. Feilin 3-cü forması deməkdir, onu da zamanlarda izah etmişəm. Hə, zaten bəxtlər söylədim əslində bu formada. Əgər ki o gəlməsə, o deməkdir ki, do, does, diddən istifadə edəcəksiniz. Has'də, have-də do, does istifadə ediləcəkdir. Had-də isə did istifadə ediləcəkdir. Bu qədər sadə. Gəl bir dənə 81 tiplilərə baxaq. Nick is moving to London. İndi bir dənə mənə fikir ver. Sən bunları necə müəyyən eləyəsən ki, indi bu apostrof s-mi ya nədirmi? Zaten burada nə zaman bilək onu? Burada apostrof s və yaxud da ki s apostrof olar. Üstünə gəlinsin ing-li feil olacaq. Bu formada oldusa bu nədir? Pasif deyil. Progressive'dir. Yəni davam edici continuous zaman formatıdır. Yox, əgər ki apostrof s apostrofdan sonra feil ing-də gəlibdirsə, sonra bir dənə də feil gəlibdirsə, o zaman bu deməkdir ki, buradakı s apostrof nəymiş? Passive case imiş. Yəni ki, ismin yəlik halıymış bu formada. İfçə, qutardı getdi. İndi burada başqa bir movingdən başqa bir feil görmürük. Yəni bu deməli is movingdir. İfçə, qutardı getdi. Deməli buradakı nəymiş? To be imiş. Has olmayacaqdı. Has olmayacaqdı. 2 ilə 3. Görsən, söv cümləmiz müsbətdədir. Söv olarmı? Olar təbii ki də. Deməli, burada nəymiş? To be istirmiş. Burada to be. Burada da adım adı verib. Sonra Barbara is to. Burada verilə bilərdi. Müsbət cümlədə to istifadə edilmirdi. To-nun özünün istifadə olunduğu cümlə də müsbət cümlədir. Burada to be'miz var. Ayala 2, 3 də variant. Bu qədər sadə yəni. Bir dənə də have-liyə baxaq. Burada have to make-dir. Have to make olanda sən bunu modaldan bilirsənsə, görən kimi başa düşəcəksən ki, buradakı have to nə imiş? Baxlar zaten söylədim. Bu nə imiş? Bu modal imiş. Bu modal olanda da ya do ilə qurulacaqdı, ya da ki does ilə qurulacaqdı. Qutardı getdi. Məsələn, burada görürəm ki, don't verdi. Burada da to var. To mənfi cümlədə istifadə edilməz bir kəlmə. Buradakı cümləmdə müsbətdə yəni neither istifadə edilməyəcək. Either olan cümlədə mənfi istifadə edilir. Tamam, bəs buradakı cümlə müsbətdə daxil. Mən burada müsbət istifadə etməliyəm. Mənfini qatmamalıyam. Have to do-sa do-da istifadə edəcəm dedim. Did yox, A variant olacaq. Əgər ki mənə burada had to versəydi, o zaman həmən burada did istifadə edəcəkdim. Bu qədər sadə. Bir dənə də 91-ə bax. Eynisidir. Eynisi deyil, yox. Bu perfectlidir. I have never seen. Bir dənə 90-91-ə bax. Bu arada mənim izah etdiklərimi get bir dəfə də özün özünə başa sal. Başa sala bildinsə, əla başa düşmüsən deməkdir. I have never seen. Never var. Cümləmiz mənfidədir. Səvları bir dənə tullayım getsin. Sonra deməli, neither olan cümlədə zaten başqa bir mənfid olmaz. 2 dənə variantdan işləyəcəm. I have never seen-dəki buradakı nədir? Have-dən sonra never seen görürük biz burada feilin 3-cü forması. Demək bu nəymiş? Perfect. Perfect olanı da seçirdik, yoxsa have? Təbii ki də have. Bu qədər sadə. Bəs gəl görək belə tipliləri necə işləyirik. Çox sadədir. He did görürük biz burada. Əgər ki biz burada he did görürüksə, bu bizim üçün mesaj verir. Deməli, bax buradakı cümlədə, bizə verilən cümlədə elə bir söz olmalıdır ki, o didlə sualı və inkarı düzəlsin. Bu bir. İkincisindəki past simple olmalıdır. Yəni didsə zaten past simple olduğunu görürük. Zaman dəyişə bilmir axı baxlar dedim. Bax görsən let's görürəm. Axı olmaz. Dedim bayaqlara ki burada necə olacaqdı? Yəni let's olsaydı burada, o zaman bizə burada did yox, do və yaxud da ki does verərdi. Deyilmi uşaqlar? Bu formada indi burada he did deyənə does verəcəkdi. Olmaz. Bu olmaz. Sonra biz burada was görürük. Axı mən dediyim burada to be olsa, burada da to be olardı. Burada məsələn was olardı, were verilərdi. He didin yerinə was were verilərdi. Elə, ona görə də mən burada to be verməməliyim. Burada elə bir yer verməliyəm ki, bu yaşınla şər edirəm. Bax burada elə bir şey verməliyəm ki, sualın inkarı didlə düzəlsin. Sonra burada deyirəm ki, who has got. Got gəldisə, mən burada ismindən bilməliyim ki, isim mövzusunu bilmək lazımdır bunun üçün. Mən burada bilməliyim ki, bu has got-dur. İndi bu has got-dursa, mən dedim, perfectlərdə olanda have has-lə düzəlir. Deməli, burada he has verəcəkdir. Ona görə bu da olmaz. Sonra, deməli,
Heç B variantına baxmamışam. Had to. Bayaqlar dedimdə had to, have to, has to. Onların sual inkarı özü ilə düzəlmir. Have, do, does, didlə düzəlir. Had to desə elə cavab budur da. Had to olacaqdı. Amma burada nədə? Had completed. Yenə dedim. Bu perfectdir. Perfect desə burada bizim üçün perfect versəydi, biz burada he did yox, he had deyərdik. Ona görə də Y variantı getdi, B variantı qaldı. Yəni qısacası burada sən elə bir şey seçməlisən ki, didlə sən onu sual inkarına qura biləsən. Da 1000 dəfə dedim, bil. Gəl bir dənə də ondan yenə işləyək. Aha, bir dənə fikir verib bizim üçün burada nə veribdir? Does verib, do veribdir. Do veribdirsə, deməli, buradakı cümlə müsbətdədir. Mənfi varmı burada? Mənfi çoxdur deyəsən. Hə, mənfi yoxdur. Müsbətdə olmalıdır. Mənfi olsaydı çıxacaqdım. Müsbətdə olmalıdır ki, burada söv verə bilək. Bir də ki, burada elə bir şey olmalıdır ki, elə köməkçi feil olmalı, elə bir hərəkət olmalıdır, elə bir modal olmalıdır ki, biz onun son inkarını do ilə qura bilək. İndi bir dənə fikir ver. Burada bizə deyir ki, the boy lay. The boy, yəni he deməkdir də. He olsa lays olardı. Deməli, bu nə idi? Hansı zamanda standart formada qalıb? Standart formada qalıbdırsa, uşaqlar əgər. Əgər o formada qalıbsa, bayaqları cut kimi. Amor feildir bu. Deməli, bu nəymiş? Keçmiş imiş. Axı dedim, burada, yəni present simple olmalıdır. Uşaqlar burada do verilibsə, zamanı dəyişə bilmirik. Gərək burada lays olsaydı, hə, bunu götürərdim. Başa ki, burada ona uyğunlaşıbdır. A variantını çıxdım. Zaten burada cavab B variantıdır. My friend does his best. Belə bir şey var. To do somebody's best. Yəni, əlini gəlini yaxşını etmək. Bu formada B variantı olacaq. And let me. Görsən, and lets me olardı. Olmayıb, standart formada qalıb. Demək neydi? Bu past simple'dır. Past simple'dadır deyənə bu da olmayacaq. Çünki past simple olsaydı, gərək ki, buradakı do'nun yerinə gərək ki, burada did verərdi. Amma elə verməyib baxa. Şaşdın, yəni bizə present simple lazımdır. Sonra shot verib bax. My sister shot. Yenə. My sister'da shots olmalıydı. Olmayıb. Demək, standart formada qalıbsa bu nə olacaqdı? Did olmalıydı burada, amma zamanı dəyişibdir. Yenə eyni seçki cut verib. Görürsən, yenə standart formada qalıb amor feildə. Cut olsaydı uyğunlaşardı. Amma burada belə uyğunlaşmayacaq. Gərək ki, burada do'nun yerinə yazardı did. Hə, o zaman B variantı da doğru götürülərdi. Başa düşdün bu formada. Əlavə olaraq nəsə demək istəmirəm. Elə bütün izahlar bunlar idi. Hər şeyi izah elədim. Yəni bu videodan sonra so do I-la, neither do I-la bağlı yaxşı başa düşdünüzsə, yaxşı şəkildə izah etdiniz, başa düşüb tətbiq eləyəcəksinizsə, yəni dəstə də gedib işləməlisiniz təbii ki də. O zaman mümküniyyət yoxdur ki, hansı bir sualı cavablamaya biləsiniz bu formada. Deməli, hazırlıqlarım üçün isə 050 857 4615 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yaxın zamanda yay qruplarını açacağam. Həmin o dərslərimdən yararlana bilərsiniz bu formada. Sağ olun, özünüzə yaxşı baxın.